Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə hər birinizin axtardığı mövzunu izah edəcəm. Söhbət nədən gedir? Söhbət elektron hökumət portalından gedir. Ümumiyyətlə elektron hökumət nədir? Nə üçün lazımdır? Üstünlükləri nələrdir? Əsas prinsipləri nələrdir? Hər biri barəsində danışacağam və videoya izaha keçid almamış bəzi məlumatlar deyim ki, hazırda gördüyünüz təqdimatı sizlərlə bölüşəcəm. Bu videonun şərh hissəsində əlaqə nömrəsi yerləşdirəcəm. Həmin əlaqə nömrəsinə yazaraq bu PDF-i əldə edə bilərsiniz. Olduqca maraqlı, olduqca rəngarəng bir PDF-dir və həmçinin bu videodan sonra sizlərlə elektron hökumət portalına aid 60 sualın izahını təqdim edəcəm ki, qəbul imtahanında hər hansısa bir sual düşsə, həmin sualı o dəqiqə düzgün cavab yaza bilərsiniz. Odur ki, keçsək elektron hökumət rəqəmsal gələcəyin idarə edilməsi, belə bir başlıq qoymuşam. Ümumiyyətlə elektron hökumət nədir? Birinci başlayaq e-dövlətdən. Elektron dövlət, ümumiyyətlə dövlət anlayışı 3 əsas tərkib hissəsindən ibarətdir. Hökumət, daha sonra burada var deməli qanunvericilik, bir də var burada parlament, yəni deyirik biz buna. Bir də var elektron məhkəmə. Elektron məhkəmə deməli elektron hökumət, bir də e-parlament adlanır. Elektron dövlət bax bu 3 hissədən ibarətdir. İndi biz elektron hökumətdən danışırıq. Hökumət nədir? Hökumət deməli, yəni elektron hökumət nədir? Müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən bütün şəxslərə, baxın burada diqqətli olun, Azərbaycan ərazisindəki bütün şəxslər, həm vətəndaşlarımız, həm əcnəbilər, həm də hüquqi şəxslər, yəni şirkətlər, qurumlar, informasiya və elektron xidmətlərin göstərilmə mühitidir. Elektron hökumət bax budur. Yəni həm vətəndaşlarımıza, həm əcnəbilərə, həm də hüquqi şəxslərə müəyyən bir elektron xidmət göstəririk və bu da elektron hökumət adlanır. Əsas məqsəd nədir bəs? Əsas məqsəd budur ki, bəzi belə deyək, fiziki problemləri aradan qaldırmaq, məsələn, buna nəyə aiddir? Tutaq ki, vaxta qabağa düşmək. Əvvəl gedib növbədə gözləyirik hər hansısa bir arayış almaq üçün. İndi o arayışı çox rahatlıqla elektron hökumət portalından əldə edə bilirik. Və burada da qeyd etmişəm, sosial xidmət təminatından, biraz da şriftimizi böyüdək, bəzi yerlərin altından xətt çəkəcəm ki, sizlər həmin hissələri daha yaxşı öyrənəsiniz. Baxın, əsas məqsəd nədir? Deməli, sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan məsafəni azaltmaq, münasibətləri sadələşdirməkdə əvvəlki kimi gedib qurumların qarşısında növbə gözləməyə ehtiyac olmur. Ümumiyyətlə, burada nəyə qeyd etmək lazımdır? 3 əsas burada məsələ var. Elektron xidmətlərin geniş tətbiqi, əsas prinsipləri, vətəndaş məmnunluğunun yüksəldilməsi və bir pəncərə prinsipi. Bunun barəsində də danışacağıq. Gəldik indi bayaq dediyim məsələyə, terminologiyada. Elektron hökumət və elektron dövlət fərqi nədir? Elektron dövlət ümumi bir anlayışdır və 3 əsas hissədən ibarətdir. Qanunverici, yəni elektron parlament, məhkəmə, elektron məhkəmə və icra hakimiyyəti elektron hökumət. Və burada da qeyd etmişik bəzi məsələdir. Şəffaflıq və vahid məkan fəlsəfəsi bu nə deməkdir? Ənənəvi yanaşmalarda, yəni bundan əvvəl, elektron hökumət portalından əvvəl biz artıq müəyyən məlumatları kağız daşıyıcılar üzərində görürdük. Hətta baxın, təzəlikcə bir qərar qəbul olundu ki, artıq 4-cü kursu bitirən tələbələr diplomlarını kağız üzərində yox, elektron formada əldə etmiş olacaqlar. Daha əvvəlki kimi bəzi tələbələrimiz buna üzüldü ki, müəllim, bəs mən o diplomla şəkil çəkdirəcəm. İndi PDF ilə durub şəkil çəkdirim. Neyiniyim? Mən PDF-i çap elətdirim. Əlbəttə ki, dövlət bu formada yanaşmır. Olduqca görün nə qədər kağıza qənaət etmiş olacağıq. Nəysə, bu barədə çox da fikir bildirməyim. Tələbələrin sonra linçinə uğrayaram. Ənənəvi yanaşmada bəli, əsas kağız daşıyıcılardır. Vaxt itkisi və fiziki məsafələr bizə bəzi problemlər yaradırdı. Elektron hökumətdə isə bir pəncərə prinsipi, xidmətlərdən geniş tətbiq, yəni onlayn formada siz artıq məlumatlarınızı əldə edə bilərsiniz. Mərkəzi qovşaq deməli, söhbət nədən gedir? Elektron hökumət portalını koordinatoru kimdir? Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir ki, egov.az saytına bu hissədə də qeyd etmişəm, daxil olacaqsınız. Burada elektron hökumət barəsində bütün məlumatları əldə edə bilərsiniz. Portala keçid etmək üçün orada bir düymə olacaq. Portala keçid et düyməsinə vurub mygov.az-a daxil olursunuz. Orada da özünüz barəsində elektron məlumatları əldə edə biləcəksiniz. Miqyası isə 40-dan çox bu hissədə qeyd etmişəm. İcra hakimiyyəti orqanı inteqrasiya olub, yəni nazirliklər var, orada qurumlar var. O qurumlarla siz əlaqəyə girə bilərsiniz onlayn formada. Və burada ən əsas məsələ nədir? Qarşılıqlı 3 əsasın komponenti. Baxın, burada söhbət nədən gedir elektron hökumətdə? Bir dövlət anlayışı, vətəndaş anlayışı, bir də
biznes şirkətləri, yəni biznes üçün burada bəzi məsələlər var. Birinci başlayaq bunlardan. Dövlət üçün nədir? Dövlət qurumları arasında inteqrasiya. Məsələn deyirəm, baxın loru dildə izah edeyim. Tutaq ki, hər hansısa bir Ədliyyə Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi arasında müəyyən bir informasiya mübadiləsi baş verməlidir. Bir-birlərinin xidmətlərindən istifadə etməlidirlər. Bu zaman baxın buradakı məsələ, yəni G2G, yəni bax government to government. Bu nədir? Dövlət qurumları arasında daxili inteqrasiya. İki dənə dövlət qurumu bir-biri ilə əlaqəli olacaq artıq onlayn formada. Bir başqası isə vətəndaşlar üçündür. Dövlətlə vətəndaş bir-biri arasında informasiya mübadiləsi olacaq. Bu da government to citizen. Government qurum, yəni dövlət təşkilatı, citizen də vətəndaş deməkdir. Bax, bu da dövlət və vətəndaş münasibətlərinin rəqəmsallaşmasıdır. Bir də burada var əlbəttə ki, özəl sektor, yəni biznes təşkilatları üçün. Bu da dövlətlə yenə özəl sektor arasında government to business adlanmış olur. Deməli, bax, bu üç əsas komponenti, qarşılıqlı əlaqə bu əsas üç komponent arasında olur. Dövlətlə dövlət, dövlətlə vətəndaş və dövlətlə, deməli, özəl sektor əməkdaşlığı olmuş olur. Bir növbəti gəlirik ki, dövlət üçün əsas faydaları. Yəni elektron hökumətin 3 əsas, deməli, üstünlüyü var kimlər üçün? Var dövlət üçün əsas üstünlükləri, var deməli vətəndaşlar üçün, bir də var biznes sektorları üçün əsas üstünlüklər. İndi biz burada dövlət üçün 4 əsas bu hissədə belə deyək üstünlüyünü, faydalarını qeyd etmişik. Birinci növbədə nədir? Əlbəttə ki, səmərəli və şəffaflıq ən birinci növbədədir. Resurslara qənaət. Bu nə deməkdir? Əlbəttə dövlətdə müəyyən bir sənədlərin hazırlanması üçün o kağızlara, həmin kağızların çapdan çıxmasına müəyyən bir vəsait ayrılır, düzdürmü? Yəni bunun çapı var, kağızın alınması var və s. və s. Resurslara qənaət edirik. Büdcə vəsaitlərinə qənaət edilməsi, xərclərin azaldılması. Bax, ən birinci bunu qeyd elədik. Vahid məkan, dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması. Yəni düşünün ki, bax, elektron hökumət elə bir portaldır ki, biz bütün qurumlar burada artıq bir-birindən əlaqəli formada, bir-birinə informasiya mübadiləsi eləyə bilir vahid məkanda. Təhlükəsizlik, dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin mərkəzləşdirilmiş təmini. Burada olan bütün məlumatlar, sistem təhlükəsizliyi əlbəttə ki, yüksək səviyyədə qorunur və idarə etmə. Effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarə etməsinin bərqərar olması. Artıq dövlət öz qurumları arasında informasiya mübadiləsinə də, yəni çox effektiv bir şəkildə nəzarət eləyə bilir. Çünki artıq burada hər şey elektron formadadır. Çox rahatlıqla nəzarət oluna bilir. Dövlət üçün əsas faydaları budur. Gördüyünüz kimi şəffaflıq, resurslara qənaət, mümkün olduğu qədər xərclərin azaldılması, təhlükəsizlik, bax belə. Gəldiyi vətəndaşlar üçün, xüsusilə vətəndaşlar üçün faydası olduqca, belə deyək, çox önəmlidir. İştirakçılıq, vətəndaşların dövlət idarəçiliyində fəal iştirakı. Bax, bu formada biz elektron hökumətdən istifadə edib müəyyən bir, əlbəttə ki, səs vermə hələ ki elektron hökumətdə aparılmır, yəni əraziyə gedib səs verməliyik, amma müəyyən bir, belə deyək ki, bu kimi məsələlərdə biz iştirakçı qismində ola bilərik. Sadələşmə nədir? Dövlət orqanları ilə təmasların daha çevik və münasib formada həyata keçirilməsi. Məsələn, mən özümdən bir nümunə gətirirəm. İş yeri haqqında arayış lazım olması üçün gərək gedəsən iş yerinə, oradan bir dənə arayış götürəsən. Amma hazırda mygov.az, yəni elektron hökumət portalının bir hissəsidir. Həmin o hissədə harda işlədiyim barəsində, mənim diplomun seriya nömrəsi, diplomum barəsində hər şey öz məlumatını orada tapır. İnklüzivlik və yaxud da buna nə deyirik? Biz buna deyirik ki, məhdud imkanlı insanların dövlət xidmətlərinə maneəsiz çıxış imkanı. Baxın, bu çox-çox önəmlidir. Söhbət nədən gedir? Əgər hər hansısa bir insanın fiziki qüsuru varsa, yəni müəyyən bir orqana, həmin əraziyə gedə bilmirsə, o zaman ona əlbəttə ki, artıq bu üstünlükdür ki, çünki olduqca rahatlıqla evdən oturub həmin özünə aid olan məlumatları əldə edə biləcək. Çox-çox önəmlidir bu. Yəni bir də onu hər hansısa bir, belə deyək, problemə görə, qüsura görə ora gedə bilmirsə, o zaman artıq əlbəttə ki, bax, bu kimi faydalardan, yəni bu kimi, belə deyək, əlçatanlıqdan və rahatlıqdan istifadə etmiş olacaq. İnformasiya təminatı, əlbəttə ki, elektron hökumət portalı vətəndaşa informasiya təminatını da verir. Olduqca dolğun, tam, belə deyək, dəqiq məlumatları siz buradan əldə edə bilərsiniz. Təbii ki, sizə lazım olan hissələri. Və bir də biznes sektorları üçün faydaları, əlbəttə, yəni bir hissəsi də burada biznesdir. Çünki dedik ki, əsas 3 istiqamətindən biri də dövlətlə biznes sektorları arasında əlaqənin gücləndirilməsidir. Operativlik bu nə deməkdir? Biznes sektorları dövlət orqanları ilə səmərəli əlaqə qura bilərlər. Yəni vergi məsələləridir, bəzi məsələlərdir ki, bu formada biznes təşkilatları əlaqə qura bilər və yaxud da xərclərin azaldılması, inzibati bariyerlərin və bürokratik xərclərin minimuma endirilməsi
Rəqabət qabiliyyəti artıq bu hissədə təbii ki, biznes sektorlarda öz aralarında müəyyən bir rəqabətə artıq girmiş olacaq və qlobala çıxış, yəni iqtisadi aktivliyin artması nəticəsində xarici bazarlara çıxış imkanı da genişləndiriləcək. Və bu da oldu, bəli, biznes sektorları üçün faydaları. Deməli, 3 dənə əsas məsələ oldu. Dövlət üçün faydaları, vətəndaşlar üçün faydaları, bir də biznes sektorları üçün faydaları. Və kiçik bir tarixindən danışmaq istəyirəm. Azərbaycanda hüquqi baza və tarixi inkişaf barəsində Elektron Azərbaycan adında dövlət proqramı təsdiq edilib 2010-2012-ci illərdə, belə deyək, artıq icra olunub prezidentin sərəncamı əsasında. 23 may 2011-də dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsi bəzi tədbirlər haqqında fərman var və digər normativ hüquqi aktlar da var ki, bu da elektron hökumət portalının, belə deyək, gerisində, onun təməllərində olan bəzi məsələlərdir. Koordinasiya mərkəzi, elektron hökumətin inkişafı mərkəzi, hazırda belə bir mərkəz də var. Bu mərkəzdə nələr baş verir? Xidmətin təbliği aparılır, elektron xidmətlərin əhali arasında təbliği, çünki hələ də elektron xidmətlərdən bəzi vətəndaşlarımız xəbərdar deyil ki, sən gedirlər hər hansısa bir qurumdan alırlar, halbuki onu oturub evdən də əldə edə bilərlər. Rəqəmsal həllər, elektron vizanın verilməsi və s. bu kimi məsələlər elektron hökumət inkişafının mərkəzi adlanan qurumda həyata keçirilir. Bir pəncərə portalı nə deməkdir? Ümumiyyətlə, bir pəncərə portalı elektron.gov.az, yəni bu bir pəncərə ətrafında 40-dan çox mərkəzi icra hakimiyyəti orqanı bir yerdə işləyir. Bir pəncərədə, yəni 40-dan çox mərkəzi icra hakimiyyəti yerləşir. Bu da iki hissəyə bölünür, elektron.gov.az. Deməli, elektron hökumət portalı var. İnformativ hissə, biz buradan informasiya əldə edə bilərik. Baxın, burada var dövlət xidmətlərinin yenilikləri, elektron hökumət qanunvericiliyi, vətəndaşlar üçün bələdçilər, dövlət xidmətlərinin və s. Bu formada biz informasiya əldə edə bilərik. Bir də var interaktiv hissə. Bu hissədə artıq biz bəzi əməliyyatları edə bilərik. İstifadəçimiz adımızı yazaraq, bunun elektron hökumətə daxil olmağın yolları müxtəlifdir. Sima ilə daxil ola bilərik və ya fərdi identifikasiya kodumuzu yaza bilərik. Bu formada çoxlu sayda girişlər edə bilərik. Buradan isə artıq biz müəyyən əməliyyatlar aparırıq. Özümüz barəsində məlumat əldə edirik. Amma informativ hissədən hər kəs istifadə edə bilər. Yəni burada bütün məlumatlar öz əksini tapır. Bizim barəmizdə yox, elektron hökumət barəsində nələrdən istifadə edə bilərsiniz, bu öz əksini tapır. İnteraktiv hissədə isə siz barəsində məlumatlar, yəni sizin barənizdə məlumatlar öz əksini tapmış olacaq. Elektron hökumətin əsas fəaliyyət prinsipləri hansılardır? Bunlar barəsində danışacaq. Qanunilik, milli maraqlar, məlumat keyfiyyəti, səlahiyyət bölgüsü. Bunlar barəsində də ətraflı məlumat burada kiçik formada vermişəm mən. Və portalın texniki və funksional prinsipləri. Burada əsas məsələlər nədir? Baxın, elektron hökumətin əsas prinsipləri modulluq və miqyaslılıq, yəni ciddi dəyişiklik olmadan inkişaf imkanı təqdim edir. Sərbəstlik, daxili dəyişikliklərdən asılı deyil, yəni hər hansı elektron hökumət daxili dəyişikliklərdən asılı deyil. Sistemlilik, sistemlərin qarşılıqlı əlaqəsi və uzlaşması, təhlükəsizlik, proqram təminatı, sertifikatlaşdırılmış proqram təminatı var, istifadə asanlığı, məlumatların təkrar istifadə edə bilərsiniz, hər hansısa bir sənəd olsun, arayış olsun, şəffaflıq, prosedurların və nəticələrinin izlanması, yəni burada hər şey şəffaf bir şəkildə olmuş olur. Bax, bunları mütləq yadda saxlayın, modulluq, sərbəstlik, sistemlilik, şəffaflıq, istifadə asanlığı, təhlükəsizlik. Bu əsas prinsipləri oldu elektron hökumətin. Və texniki texnoloji infrastruktur da var ki, əlbəttə ki, bu artıq texniki hissədir. Şlüz, elektron hökumət şlüzü, inteqrasiya, mərkəzi qovşaqdır. Reyestr, dövlət informasiya ehtiyatlarının reyestridir. Əlaqə, telekommunikasiya kanalları vasitəsilə təchizat, portalın proqram və texniki vasitələri vardır və dayanıqlılıq, portalın ehtiyat mərkəzi, backup center. Bu da texniki texnoloji infrastrukturu əmələ gətirmiş olur. Deməli, ən əsas məsələlər burada nələr oldu? Birinci növbədə elektron dövlət 3 əsas anlayışdan ibarətdir. Bax, bunu qeyd elədik. Daha sonra burada qeyd elədik qarşılıqlı əlaqənin 3 əsas komponenti dövlətlə dövlət qurumları arasında, dövlətlə vətəndaşlar, həmçinin dövlətlə biznes sektorları arasında. Hökumət üçün faydaları, indi dövlət üçün yazmışıq. Yəni hökumət üçün faydaları bunun nələrdir? Dövlət üçün faydaları nədir? Vətəndaşlar üçün faydaları nədir? Biznes sektorları üçün faydaları nədir? Bax, bunları əsas öyrənsəniz hər şey qaydasında olacaq. Videonun əvvəlində dediyim kimi bu mövzuya aid 60 sualın izahını da sizlərlə paylaşacağam. Hər birinizi uğurlar.